O zaman Azərbaycan beynəlxalq müsabiqələrə çıxmasın, belə çıxır. Yox, Samir, səni qınamaqların məqsədi birincisi ermənini qucaqlamağındır. Bir dəqiqə müəllim, mən deyim, ermənini qucaqlamağı sənə deyirlər, amma mən necə oldu ki, sən oyuna qucaqlaşdın? O gözlənilməz... Bu xəttə qalsın tamaşaçı. Mən ona 12 xalı verəndə o gözləmədi bunu. Nə? Deyərək, onlar mən sizin yanınıza gəlim, işarə elədi. Mən də dedim, gəl. O özü gəldi mənim yanıma. O orada məndən asılıydı. Mənim verəcəyim xaldan asılıydı. Və özü gəldi, məni qucaq açdı və onların münsif heyəti belə gəldi. Vreş soyadını da unutmuşam. Gəldi ki, mən sizə dərin təşəkkürümü bildirəm. Biz burada nümunə olmalıyıq və həqiqətən də belədir. Mən orada nümunə... Səncə sən qalsaydın axıra iştirakçınla, erməni sənə 12 xalı verərdimi? Tarıq bəy, bəli verəcəyim. Məncə verməzdi. Bilirsən, erməninin xislətində... 10 xal verdilər, sonra mən onların iştirakçılarına 10 xal verdim.